Salam əziz şagirdlər. Deməli, bu gün rasional kəsillərdən DİM 9-cu sinif test toplusundan rasional kəsillərin 40-dan belə deyim, davamını izah eləmək istəyirəm. Deməli, vaxt itirmədən 41-ci sualın izahına keçək. Deməli, 41-ci sualın izahı. Deməli, deyib ki, x çıxılsın y bölünsün x bərabərdir 2 tənliyində x bölünsün x çıxılsın y fərqini tapın. Qiymətini tapın. Təbii ki, bunu tənasüb şəkildə verib açsam olar. X çıxılsın y-i 1-ə verəndə x çıxılsın y bərabərdir 2x-a. O da olacaq, deməli, bunu keçsəm bu tərəfə, bunu keçsəm bu tərəfə. Olacaq mənfi x bərabərdir y, x-dən 2x çıxanda mənfi x, x-ə bərabərdir mənfi y-ə. Gətirib yerinə qoysam, olacaq, deməli, x-in yerinə qoysam mənfi y, x-in yerinə qoysam mənfi y çıxılsın y. Bu da olacaq mənfi y bölünsün mənfi 2y. Bunlar gedən ixtisar, cavab 2-də 1 alınacaq. Cavab 2-də 1 alınacaq, yəni 0,5 olacaq. Yox, bunda 0,5 olacaq. 42-ci suala baxaq. 42-ci sual. Deməli, olduğu kimi sualı göstərirəm. Mənfi 2a plus 16 bölünsün a kvadratı minus 12a plus 32. Deməli, uşaqlar, təbii ki, bunda sualda necə işləyəcəm, ona baxmaq lazımdır. Əvvəlcə mənfi 2-ni çıxardıram, qalacaq a minus 8. Mənfi 2-ni çıxardanda, bu da uşaqlar plus nəyin asılışıdır? A minus 4, A minus 8-in asılışıdır. Deməli, A minus 8-ə ixtisar getdi, qaldı mənfi 2 bölünsün A minus 4. Belə. Cavab bu şəkildə. Mənfi 2 bölünsün A minus 4. Mənfi 2 bölünsün. Belə yazırlar. 2 bölünsün 4 minus A. Yəni, bu eyni şeydir onsuz bununla. Yəni, bu mənfini ilə bunun qabağını gətirirlər. Məxəzin olacaq 2 bölünsün 4 minus A. Cavab C bəndi. 44-cü suala baxaq. 44-cü sual. Deməli, Deməli, 44-cü sual uşaqlar. Yuxarıdan 4-ü çıxara bilərəm. Qalacaq x minus 1. Bu, aşağıdan isə yazıram x kvadratı minus x plus 1. Deməli, bu kəsir-kəsirə bölüncə birinci kəsir olduğu kimi qalacaq. İkinci kəsir tərsini çevriləcək. Olacaq x kubu plus 1 bölünsün 4-də. Kublar düstur kimi asa bilərəm də. Bunun 1-in kubu. Açıram. Deməli, 4 bölünsün x minus 1. X minus 1. Ondan sonra x kvadratı minus x. Bunların işim yoxdur. Plus 1. Kublar düstur kimi açsam, bir dəfə olacaq x plus 1. X-in kvadratı minus x minus plus 1. Bölünsün 4-də. X kvadratı minus x plus 1-lər getdi islah. Ondan sonra 4-lər də getdi. Qaldı x minus 1, x plus 1. Bu da olacaq x-in kvadratı minus 1. Belə. Cavab olacaq D bəndi. 46 eyni qayda 45-ə baxacam. 45 eynidir. 46-ya baxacaq. Yenə də uşaqlar çox sadədir əslində. 46-ya baxaq elə. X bölünsün y bir deyib ki 2-dir. Bax, uşaqlar bunu necə götürmürlər? Onun işləmirlər. 2, 1 atsam buna. X-ə 2, y-ə də 1 deyə bilmərəm. Nisbətlər şəklində. X 2 bölünsün 1, x 2-dir, y-ə də 1-dir. Deyib bizə ki, x-in kvadratı plus x, y plus minus y-in kvadratı bölünsün. X-in kvadratı minus x, y plus y-in kvadratı.
Bu da olacaq. Təbii ki, olacaq x-in kvadratı, yəni 2-nin kvadratı 4 plus 2 vurma 1, 2 çıxılsın 1. Bu da olacaq x-in kvadratı 4 minus 2 plus 1. 4 2 gələndə 6, 1-də çıxanda 5. 5 bölünsün. 4-dən 2 çıxanda 1, bu da eləcə 3. Cavab eləcə 3-də 5, B bəndi. 48-də uşaqlar eyni qaydadır. 50-ci suala baxaq. Biz 50-ci sualı çətinlik ola bilər. Gətirib bu kubla, x minus y2-nin kənardan kvadratıdır. İxtisar edib cavabı tapacaqsınız. 50-ci sual. 50. A üstündə mənfi 1, üstə gəlirsin B üstündə mənfi 1 olacaq. Deməli, bir dənə də vurma B minus A üstündə mənfi 1. Bu da olacaq deməli. Təbii ki, 1 bölünsün. 50-ci sualda bu çıxmadı. Ortadakı çıxmadı. Deməli, nə olacaq uşaqlar? Eyni məqsəd getirsən 1 bölünsün A minus 1 bölünsün B. Üstünə mənfi 1 olanda bunu tərsini yazırlar. Bu da olacaq yenə B minus A tərs olacaq. B minus A bu şəkildə. A-dan B-yə ki, belə AB-dir. Deməli, bunu B-yə vermək lazımdır. Bunu A-ya vermək lazımdır. Eləcə AB-də B minus A. Vurma 1 bölünsün B minus A-ya. B minus A-ya ixtisar getdi. Qaldı 1 bölünsün AB. Cavab olacaq bu şəkildə. 2-yə baxaq. Deməli, A minus B. Deməli, bunu A minus B-yə vermək lazımdır. Əkovun tapısı bunu A-ya vermək lazımdır. Və B vermə A minus B. Onu indi A-nı verəcəm A minus B-yə. Üstə gələcəm. A-nı verəcəm A plus B-yə. Belə. Bu da olacaq B-də A minus B. Qalacaq A kvadratı minus AB plus A kvadratı plus AB. A plus B ilə getdi islah. AB ilə islah getdi. 2A kvadratı bölünsün B möhtəzədə A minus B. Belə bir cavab var. 2A kvadrat ilə bir cavab yoxdur. Necə səhv eləməmişik yapırsan. Baxaq elə bilinə. Deyək belədir cavab. Sual. B-də A plus B. İndi mən bir aldım. Amma belə bir cavab yoxdur. Səhvim biraz uşaqlar nədir? Bu B-yə vermək lazımdır. Axı çarpız B-yə. Bu da olacaq B-yə verəndə bunları silirəm. A kvadratı minus AB plus BA plus B kvadrat bölünsün B minus A minus B. Bunlar islah getdi. Qalacaq A kvadrat plus B kvadratı. B möhtəzədə A minus B. Belə. Qalacaq deməli. Cavab ilə A bəndi. Deməli 54. Deməli 54-də A B üssü 4 çıxılsın 49 A bölünsün 6 B kubu vurma 24 B üssü 4. Bu da olacaq A kvadratı B kvadratı çıxılsın 7 A kvadrat. İnşallah bundan A-nı çıxarsam mən. A-nı çıxardanda qalacaq A-nı çıxardanda. Qalacaq B üstündə 4 minus 49. Bir də bunlar ixtisar edək. Nə deməyək elədik. Çünki qatışmasın. 24 B üssü 4. Bunun A kvadratını çıxardanda B kvadratı çıxılsın 7.
Deməli olacaq A yazsam B kvadratı çıxılsın 7. Yazsam B kvadratı plus 7. 6 B kubu 24 B üssü 4 A kvadratı B kvadratı minus 7. Bunlar getdi. Ondan sonra bunlar da getdi. 4 B olacaq. Bu A'lar da getdi. 1 A deməli olacaq. Ne qalıb? 4 B qalıb. B üssü 4 idi. B üssü 3 çıxsa 7 bir dənə B qaldı. Ondan sonra bir dənə də B kvadratı plus 7. Belə bir cavab var. Bir dənə də A qalıb məxəzdə. O A. Elə bir cavab olsa əla. Deməli 4B B kvadratı plus 7. Cavab B bəndi. B bəndi ilə dəqiq. B bəndi ilə mədaxı. Bu toplam idi uşaqlar. Toplam idi. Baxımdan səhv elədik biz. Bunlar gedəndə bu minusu gedir. Minusları plusları gedir. Minus qalır. Yəni bu minus üzə. Minus yazsaq minus. Baxımdan belə alınacaq. Bu da B bəndi olacaq. B bəndidir yoxsa C bəndi. Belə. Şöyle yazacaq. Deməli 58-ci sualım. Deməli x plus 8-də deməli bunu əvvəlcə yazaq. Olduğu kimi göstəriş. X üstə yenilsin. 16 bölünsün x plus 8. X plus 8 bölümə 2 x kvadratı plus 16 x plus 32 bölünsün x kvadratı minus 64. Hər tərəfi x plus 8'e verəcəm. Bunu da 1'e verəcəm. Olacaq x plus 8'də x kvadratı minus 8x plus 16. Eyni məxəzi gətirəndə. Vurma tərsini çevriləcək onda. 2'ni çıxarsam məxəzdən də bunun 2'ni çıxarsam x kvadratı minus plus 8x plus 16. Bundan da bir də yazıram x kvadratı minus 8. Bir də yazıram x kvadratı plus 8. İndi x plus kvadratı minus plus 8'e ixtisar elədim. Bunları bir dəfə ixtisar elədim. Cavab alındı. X kvadratı minus 8 bölünsün 2. Belə bir düşsün. Yəni cavab olacaq. Belə bir cavab var. X kvadratı minus 8 bölünsün 2'ye. Y bəndi. 59'a baxaq uşaqlar. 60'a baxaq nədən? Deməli 8 A üstü 18 B üstü 19. Bunu məxəsən 1 atacağım. Kəsir kəsirə bölündü. Birinci kəsir olduğu kimi qalıb. İkinci kəsir tərsini çevriləcək. 15C yuxarıda olacaq. 15C üstü 4. 4 A üstü 20 B üstündə 10. Uşaqlar deməli 8-dən 4 ixtisar getdi. Sarımız 2. A üstü 8-dən A üstü 20 ixtisar getdi. A kvadrat qaldı aşağıda. Yuxarıda 1 qaldı. B üstü 9'dan B üstü 19 getdi. B üstü 9 qaldı. Ne qalsa da yazıram 15. 15'i 2'ye verəndə 30. 30 B üstü 9 C üstü 4 bölünsün A kvadratına. C bəndi. İndi inşallah davamına baxaq.
Baxın 62-ci sual. O x-in qiyməti verilib. İndi yenidən bir video çəkəcəm uşaqlar. Davamını izah etməyə. İndi hələlik 62-yə qədər izahlara baxın. Qalanlarını da üstə yazmağa çalışın. Əlimdən gəldiyi qədər sizə kömək etməyə çalışacağam. Xahiş edirəm ki, siz də diqqətli şəkildə baxıb yazasınız. Oldu, sağ olun.